Gəncə şəhərində meyxanaçı həbs edilib. 1992-ci il təvəllüdlü Rəşad Cəfərov aprelin 22-sində Gəncə şəhəri ərazisində 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gəncə şəhər narkoloji dispanserində ondan götürülən analiz zamanı qanında marixuana aşkarlanıb. O, ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub, polisin qanuni tələblərinə tabe olunmayıb. Rəşadın barəsində İnzibati Xətalar Məcəlləsinin 206, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, 510 xırda xuliqanlıq və 535.1-ci polis işçisi və ya hərbi qulluqçusu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama maddələri ilə ittiham elan edilib. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Cəfərov özünü təqsirlə bilib. O ifadəsində göstərib ki, musiqiçidir, meyxana deməklə məşğuldur. Şəkər xəstəsiyəm, lakin əlilliyim yoxdur. Faktiki evli olsam da nikahımı rəsmiləşdirməmişəm. 2-3 ildir narkotik vasitədən istifadə edirəm. Məclislərdə meyxana deyirəm. Bəzi hallarda uyğun olmayan sözlər işlədirəm. Buna görə peşmanam. Xeyli vaxtı narkotik vasitə marixuana qəbul edirəm. Narkotikə görə polis tərəfindən saxlanılan zaman küçədə ucadan nalayiq sözlər işlətmişəm, polisin tələbinə tabe olmamışam. Gəncə şəhər məhkəməsinin qərarı ilə Rəşad Cəfərov 15 gün müddətində inzibati qaydada həbs edilib.